Studiyamızın qonağı Respublika və beynəlxalq müsabiqələrin qalibi Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin müəllimi, kamança ifaçısı Cahandar Mikaylovdur. Sabahınız xeyir olsun. Xoş gəlmişsiniz Cahandar. Təbrik edirik sizi. Bu uğurlu layihə ilə bağlı. Çox geniş əks-səda yaranıb. TRT ilə bir yerdə həyata keçirmişsiniz, sonra bölgələrimizdə həyata keçirmişsiniz. Mən istərdim ilk olaraq elə Türkiyədən səfər təəssüratlarınızdan başlayaq söhbətə. Necə keçdi? Nəticə necə oldu? Sizin fikirləriniz necədir? Mən sizi salamlayıram, xalqımızı salamlayıram və bu bayramlardır, neçə vaxtı hamını təbrik edirəm. Bəli, mən Ankara'ya tez-tez gedib gəlirəm. Orada bizim TRT kanalına şəxsən mənim xüsusi münasibətim var. Mən orada olanda başqa bir proqram işləyirdi orada, körpü proqram. Hansı ki, orada Kərkük musiqiləri, Azərbaycan musiqiləri və Türk musiqiləri. Azərbaycan musiqilərinin bütün işin mənə öhdələmişdilər və mən orada düşünürəm ki, yaxşı fəaliyyət göstərdim ki, bunlar yenidən mənə təklif elədilər ki, bu işi Azərbaycanda davam eləyək. Və mən oradan körpü proqramından qayıdandan sonra onlar bir il ərzində biz onlarla münasibət saxladıq, yazışdıq, danışdıq telefon vasitəsilə və onlar dedilər bir layihə neyniyək, nətər eləyək, Azərbaycanda çox istəyirik. Dedim, mənə bir vaxt verin, mən oturdum, orada görünən məkanları da, musiqiləri də hamısını mən bir-bir düz əziyyətlidir, amma bu günlər biz o efirə baxanda o əziyyət gözə görsənmir. Layihənin adı da çox gözəldir. Turan layihəsi, bəli. Turan layihəsində mən dövlətimizdən qaynaqlanmışam. Mən dövlətimizin daxili və xarici siyasəti məni hər zaman qürurlandırır. Və onun belə bir gözəl sözü var cənab prezidentimizin. Deyir, biz Asiyayıq, biz Türküyük, biz Şərqiyik, orduyuq, millətik. Mən o sözü özümdə deviz olaraq götürərək bu işi gördüm. Və orada da maksimum dərəcədə çalışırdım ki, Azərbaycanın milliliyi musiqilərdə də, görüntülərdə də, mən hətta rejissor pultunda oturub o görüntüləri özüm orada ki, bu ifanın burasında bu musiqini verək, burada bunu eləyək, belə bir iş ərsəyə gəlib. Yaradıcı insan olanda, bir işə qəlbini ürəyinə qoyanda təbii ki, nəticə bu cür gözəl olur. O ki, qaldı bölgələrimizdə deyək, xüsusilə Şamaxıda bu layihənin baş tutmasından bəli istəyərdik davam edək. Hansı konseptdə idi, hansı musiqilər idi, digər sənətçilər cəlb olmuşdu? Bəli, biz onu əslində Bakı bölümü ilə bitirmək qərarı almışdıq. Onlar gedmək istəmirdilər əslində. Dedilər, bunu necə eləyək? Bir bölümdə çəkək, amma başqa bir şəhərdə. Mən də fəaliyyətimi izləyənlər hər halda bilir, mən Şamaxı şəhərində anadan olmuşam, doğulmuşam, ora mənim doğma vətənimdir. Dedim, mən bir şey fikirləşərəm. Biz yenə oturduq, bir 5 gün ərzində söhbət elədik və mən Şamaxı aşıq musiqisinə müraciət elədim. Aşıq musiqisi də elə muğamla bərabər olan bir, genetik koda malik olan bir musiqidir. Və getdi Şamaxıya, aşıqları dəvət elədik. Orada da çəkilişlərdə də yenə mən baxıram, özüm də qürur duyuram. O görüntülərin hamısını mən bir-bir özüm orada onlara demişəm ki, bunu çəkək, bunu çəkək. Orada drone effekti də var. Həm də layihənin rejissoru adlandırmaq olarsın. Müəllifi də belə deyək. Ola bilər bəlkə də. Bu pedaqoji fəaliyyətinizdən danışaq. Bütün bunlar öz yerində, musiqi karyeranızda, yəni bu körpü rolunu oynayırsınız yaxın uzaq ölkələrlə. Daha da çox bir-birimizi tanıyırıq. Mən düşünürəm, Şamaxı elə gözəl, elə fərqli bir məkandır ki, hər küçəsi bir sirdir, hər küçəsində bir tarix yatır. Böyük sənətkarları bizə bəxş olunub. Bəli, o cür sənətkarlar, ədəbiyyat xadimləri bəxş olunub Azərbaycan ictimaiyyətinə, Azərbaycan xalqına. Bunlar öz yerində. Sumqayıt kimi Gənclər şəhərində, o qədim Şamaxıdan gələk Sumqayıta, hələ yol üstü. Sumqayıt kimi Gənclər şəhərində siz hal-hazırda pedaqoji fəaliyyətlə məşğulsunuz. Ümumiyyətlə, necədir tələbələrlə sizin iş prinsipiniz? Çox yaxşıdır iş prinsipimiz. Bizim müdirə xanımımız Səbinə xanım Mehdiyeva, onu buradan salamlayıram. O qədər gözəl bizə diqqət ayırır, sevgi göstərir ki, bizim orada... O ki, uşaqların musiqiyə olan həvəsi, bugün Azərbaycanda muğam sənəti o qədər gözəl tərənnüm olunur və biz bilirik ki, biz musiqinin gücü ilə, Azərbaycan musiqisinin gücü ilə də dünyada tanınırıq. Yəqin ki, bütün bunlar da gəncləri bu musiqi daha sağlam şəkildə, daha həvəslə sarılmağa, yəni vadar edir onlara sözün yaxşı mənasında. Onların həvəsindən biraz danışaq. Onların həvəsi çox gözəldir və mən müəllim olaraq da mənim fəaliyyətimi izləyirlər və görürəm ki, mənim arxamca və sevinirəm ki, mənim gənc yaşımda mənim arxamcan bir kütlə gəlir. Məni çox sevindirir.
Onlar da hər zaman dərsdə də, dərsdən kənarda da otururuq, tələbələrlə söhbət edirik ki, Azərbaycan musiqisinə doğrudan yaxşı musiqilər, keyfiyyətli proqramlar tövfə eləmək lazımdır. Hətta müəllim o mühiti yaratmalıdır ki, hətta dərsdən sonra da Bəli, əlbəttə o müəllimdən səmimi asılıdır. söhbət Biz ortamında. mütəmadi olaraq tələbələrlə söhbət edirik. Ümumiyyətlə kamançaya maraq necədir? Bir neçə il əvvəl kamança müəllimləri bir balaca eyhamlar vurdular ki, tələbə azdır. Yəni, amma indi görürəm alətin inkişafından da, estradaya adaptasiya olmağından da irəli gəlir ki. Mən buradan Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirinə çox təşəkkür edirəm. 23-cü ildə milli muğam müsabiqəsi keçirdi. Mən orada qalib oldum. Və o müsabiqələrin keçirməyi bu milli alətlərə bir təkandır. Çox gözəl. Çox təkandır. Yəni, elə tələbələr də gəlir, elə baxıram ki, tar, kamança, balaban, bu məni çox sevindirir. Çünki bu bizim ulu alətlərimizdir. Bunlara hörmətsizlik eləmək olmaz. Cahandar, çox doğru. Birinci ifa elədiyin elə Turan layihəsini. Bəli, o Turan kompozisiyasıdır. Onu da biz Türkiyədə olanda həyata keçirmişik. Orada, bu əslində bədahətən yaranan bir musiqidir. Biz studiya şəraitində elə Turandan, türkçülükdən danışa. Çargah üzərində, şüşlər üzərində. Bəli, çahargah, şüşlər. Elə bir çağırdınız tamaşaçıları, yığdınız bir yerə. Bəli. Bir olmağa səslədiniz. Bəli, biz orada bu layihəni də həyata keçirdik. Orada olan o türkçü qardaşlarımız var ki, orada Özbəkistandan adamlar var idi, Türkiyədən adamlar. Onların söhbəti bu musiqinin yaranmağına təşəbbüs göstərdi. Təşəkkür edirik, çox sağ olun. Və ikinci Koroğlu nağarası, siz şəxsən onu Kamança festivalında dinləmişsiniz. Çox uğurlu çıxmışdı. Bəli, onu da deyərdim, mərhum sənətkarımız Antik Seyidov, nağara ifaçısı, çox böyük sənətkar idi.